Bugün bizim üçün, bizim məktəb üçün böyük bir uğurdur, böyük bir fəxirdir, qürurdur ki, məktəbimizin 7-ci sinif şagirdi Əhmədzadə Turan Əfqanoğlu rayonda keçirilən fən müsabiqəsində, xüsusilə fizika fənnindən birinci mərhələdə uğur qazanmışdır. Artıq inşallah qarşıda ikinci mərhələ keçiriləcək. Ora dəvət almışdır. Mən başda bütün məktəb kollektivi olaraq hər birimizi təbrik edirəm, uğurlar arzulayıram. Bu nailiyyət, bu uğur, bu qazanc hər birimizindir. Həmçinin bütün təhsilin uğurudur. Bizim uğurlarımız Respublikamızın uğurlarıdır. Həmçinin Respublikanın uğurları təhsil sahəsində bizim uğurlarımızdır. Ancaq burada təvazökarlıqdan kənar olsa, biz olan reallığı deməliyik ki, bu zəhmət, bu əziyyət bugün bizim bu fəxrlə qeyd etdiyimiz bu nailiyyət məktəbimizə yeni qədəm qoymuş, işləmiş bir il ərzində həm şagirdlərin, həm özümüzün hörmətini qazanan müəllimimiz Cavidan müəllimin uğurudur. Mən ona həm bir rəhbərlik olaraq, həm bütün müəllimlər adından təşəkkürümü bildirirəm. Həmçinin Turana təşəkkür edirəm. Onun diqqəti, tərbiyəsi sayəsində biz bu nailiyyəti əldə etdik. Əlbəttə, məktəb, müəllim, şagird, valideyn münasibətlərinin yüksək səviyyədə qurulması belə bir nailiyyətlərə, uğurlara gətirib çıxarır. Hər birimiz unutmalı deyilik ki, bütün bu nailiyyət, uğur, müvəffəqiyyətlər ölkəmizdə təhsilə, bütün sahələrə qoyulan diqqətin, əmin-amanlığın, sabitliyin və bunların timsalında olan şəraitdir. Ona görə ölkə rəhbərinə xüsusilə dərin minnətdarlığımızı bildiririk. Təhsil Nazirliyindən dərin minnətdarlığımızı bildiririk. Xaçmaz rayon Təhsil Şöbəsinə minnətdarlığımızı bildiririk. Burada əməyi olan və bundan sonra əməyi olacaq hər bir insana minnətdarlığımızı bildiririk və bu ikinci mərhələdə bütün şagirdlərimizə uğurlar arzulayırıq.